Əmr sərt davranış deyil, mehribancasına davranışdır. Əmr quru hökm deyil, məhəbbətdən irəli gələn bir dəvətdir. Biz əmrə başqa cür baxmayaq. Əmrə ya quru hökm kimi baxırıq, ya sərt davranış kimi baxırıq. Əmr bunların heç biri deyil. Allahdan bizə gələn əmr sadəcə quru hökm deyil, Allahın sonsuz məhəbbətindən qaynaqlanan diqqətdir, qayğıdır. Sərt rəftar da deyil, çox mehribancasına, mülayimcəsinə bir davranışdır. Əmrdə məhəbbətin şiddəti var, nəinki quruluq var, sərtlik var. Biri-birinə yemək yedizdirirsə, yemək verirsə, deməli ona məhəbbəti var. Biri-birinə paltar verirsə, deməli ona məhəbbəti var. Məhəbbətin şiddəti harada görsənir? Biri-birinə tapşırıq verəndə. Baxıb görürük ki, Allah insanın içində əmr verməklə, göstəriş verməklə məni əzir və özü də iki cür əzir. Bu da çox maraqlı bir nöqtədir. Allah əmri və göstərişi birbaşa özü vermir. Onu həvalə edir öz dostuna, peyğəmbərinə, imamına. Deyir, get, bu əmri sən ver mənim bəndələrimə. Peyğəmbər imam da gəlir, Allahın ona verdiyi tapşırığı icra edir və əmrləri deyir bəndələrə. Allah bunu buyurub. Allah bu işi sənə vacib eləyib. İnsan göstərişi birbaşa Allahın özündən almır, Allahın vəlisindən alır. Allah niyə vəlisinə göstəriş verir ki, sən get mənim bəndəmə bu sözü deyil, orada da yenə də məni əzir. İnsanın içindəki təkəbbürü əzir. Çünki insan orada da baş qaldıra bilər ki, məsələn, bir var, insan Allahın özündən birbaşa göstərişi ala. Bəli, Allah uca bir varlıqdır. O elə göstəriş verər, mənim də borcum itaət eləməkdir və mən də itaət edirəm. Amma Allah həm əmr verməklə, əməli vacib eləməklə, müstəhəb şəkildə saxlamamaqla məni əzir. Çünki müstəhəb olsaydı eləsəydin, mənəmlik yarana bilərdi. Amma vacibdir deyə dinlənə bilmirsən, dinə bilmirsən. İkinci də Allah neynir? O göstərişi Peyğəmbər imam vasitəsilə sənə verir. Peyğəmbər imam sənə gəlib deyəndə ki, bunu elə, adama toxunur. O təkəbbürlü adama toxunur. Sən kimsən? Sən də mənə kimi insansan da. Görsən, Allah həm əməli vacib eləməklə, həm vacib əməlin göstərişini Peyğəmbər və imamının dili ilə insanlara çatdırmaqla iki yerdə qoymur ki, o mən baş qaldırsın. Necə ki, birinci iblisdə o mən baş qaldırdı. Dedi ki, məni otdan yaratmısan, onu torpaqdan. Mən ona baş əyim. Təkəbbürlü elədi. Allah istəmir ki, bəndə təkəbbür qalsın gizlində, zahirdə başlasın ibadət eləməyə. Allah istəyir ki, bu ibadət içdəki təvazökarlıqdan gəlsin. Nəinki təkəbbür qalıb içəridə, gizlində, zahirdə görsən, iblisdə bu cür idi. Təkəbbür qalmışdı içəridə, üzdə görsənən onun baş əyməsi idi, təzimi idi, rükû səcdələri idi. 6000 il ibadət eləmişdi. Bir dənə Allah vəlisindən imtihan olundu, içdə təkəbbür çıxdı üzə. Həzrət Adəmə səcdə eləmədi. Allah da bizə hökm göndərir. Bizim o hökmlə içimizdəki məni əzir. Ola bilər yenə mən baş qaldırsın, amma yenə də əzir. Öz vəlisini göndərir. Məsələn, Həzrət Musanı göndərir Fironun üstünə. Deyir ki, ona haqqa dəvət elə. O boyda Firon ki, özünə Allah deyir, görür gəlib bir nəfər dayanıb qabağında. Sən kimsən? Mənim adım Həzrət Musadır, Allahın peyğəmbəriyəm, gəlmişəm səni haqqa dəvət edəyəm. Təsəvvür elə, Fironda təkəbbür var idi, bu Musanın sözündən sonra təkəbbür neynir? Tuğyan eləyir onda. Adam fikirləşir ki, ilahi və Rəbbim, sən gərək Firon səviyyəsində bir adam, peyğəmbər seçib göndərərdin. Ki, ona o adam söz desə, ona batar. Sən Firon kimi bir şahın yanına Həzrət Musa peyğəmbər kimi çoban paltarı giyinib əlində asa tutan bir nəfəri göndərmisən. O əlbəttə bunun sözünü qəbul eləməyəcək. Allah istəyir desin ki, mən istəyirəm Fironun təkəbbürün sındırım. Bəli, o ola bilər o səviyyədə adamdan qəbul eləsin, amma içdəki təkəbbürü sınmayacaq. Həzrət Musadan qəbul eləyəndə təkəbbür sınır.
Baxın, Allahdan göstərişi vacib kimi qəbul eləyəndə mənin 50% sınır, qalan 50% Həzrəti Əlidən qəbul eləyəndə sınır. Və 100% mən içərdə əriyir. Bax, bu mövzu ona görə çox əhəmiyyətli bir mövzudur ki, Allahın hökmlərinə qarşı bizim münasibətimiz necədir? Ola bilər dediyimiz kimi bir şey barədə bizim təsəvvürümüz var, amma bu qədər gözəl bilmirdik. Veya dedim sözümün əvvəlində, məsələn adam var deyir, mən bilirdim amma belə bilmirdim. Bu gözəllikdə bilmirdim. Mən tanıyırdım, amma bu cür tanımırdım. Məsələn bilir ki filan kəs çox yaxşı adamdır, amma gəlir onu zaten belə baxır, canlı görür, fikirləşir ki, yox mən belə fikirləşmirdim. Mən bu gözəllikdə, bu həddə, bu səviyyədə bilmirdim. Bəli, bizim də ilahi göstərişlər barədə məlumatımız var, təsəvvürümüz var, bəli, əmr. Amma bu gözəllikdə gərək görəsən. Bu gözəllikdə görsən, nə ücb gələcək, nə özündən razılıq gələcək, nə Allaha minnət qoymaq gələcək. Əksinə, deyəcək ki, Allah, sənsən ki, mənə minnət qoymalısan ki, mənə bunu vacib elədin. Çün içimdəki də məni əzdün, o mən ki, sənlə mənim aramda bir fasilə idi, məni səndən uzaq salırdı, necə ki, iblisi səndən uzaq saldı. Həm vacib eləməklə, əmr göstəriş verməklə, həm də o göstərişi Allah dostunun dili ilə mənə çatdırmaqla. Mən hər iki mənada, həm sənin sözünün qabağında, həm sənin dostluğun qabağında mən day 250 təslim, ləbbeyk. Həm sənin sözüvə, həm o söz ki, vəlinin dili ilə mənə gəlir, o vəlinin özünə mən təslim. Bəziləri var, Allahın sözünə təslimdilər, amma Allahın vəlisinə təslim deyirlər. Deyirlər ki, ay Allah, sən birbaşa sözü mənə desəydin, qəbul eləyərdim. Amma Peyğəmbərə demişsən, mənim Peyğəmbərlə aram yoxdur. Onu mən qəbul eləməyəcəm. Sən sözü mənə, baxın, sən sözü, bu incə nöqtəyə də diqqət edin. Sən sözü mənə, bəziləri var, axı Peyğəmbərə qarşı çox yaxşıdırlar. Amma Əhl-i Beytə qarşı qıcıq var içərdə. Həzrət Əliyə qarşı qıcıq var. İlahi, sən sözü mənə Peyğəmbər vasitəsi ilə deyəndə qəbul eləyirəm. Amma indi ki, sən Həzrəti Əlini seçmisən Peyğəmbərdən sonra, öz sözü Həzrəti Əli əleyhissalamın dili ilə mənə deyirsən, mən sənin sözünü qəbul eləyirəm. Amma sənin vəlivi qəbul eləmirəm. Bax, bu da artıq Allahın sözünə qarşı biganəlikdir. Ki, necə yəni sən Allahın sözün qəbul eləyəsən, Allahın sözün Peyğəmbərdən qəbul eləyirsən, niyə Əhl-i Beytdən qəbul eləmirsən? Nə var, Həzrət Əli əleyhissalam sağlığında, Peyğəmbər sağlığında nə qədər o adamların yaxınlarından öldürüb, müşrik olduğuna görə, kafir olduğuna görə. İndi qərardır ki, Allahın sözün Peyğəmbərdən sonra Həzrət Əli əleyhissalam desin, qəbul eləmirlər. Allahdan rahat qəbul eləyirlər, Peyğəmbərdən rahat qəbul eləyirlər, amma Həzrət Əlidən qəbul eləmirlər. İmam Hüseyndən qəbul eləmirlər, İmam-ı Sadiq əleyhissalamdan qəbul eləmirlər. Bu da bir təkəbbürün nişanəsidir ki, Peyğəmbər desəydi, məsələn adam var ha, sözü birindən qəbul eləyir, birindən qəbul eləmir. Deyək ki, bir məsciddə adi bir dindar birinə söz deyəndə ondan qəbul eləmir, amma minbərdən axund deyəndə qəbul eləyir. Adi bir alim deyəndə qəbul eləmir, amma böyük bir müştəhid deyəndə qəbul eləyir. Deyək ki, sıradan bir fəqir deyəndə o sözü qəbul eləmir, amma varlı bir insan, bahalı maşın minən bir insan o sözü deyəndə qəbul eləyir. Vəzifəsiz sıradan biri deyəndə qəbul eləmir, amma vəzifəli, məqam sahibi, rütbə sahibi deyəndə qəbul eləyir, hətta səhv də olsa qəbul eləyir. Bəzən də belə olur. Əyri də olsa düz kimi qəbul eləyir. Allah göstərməsin, Allah uzaq eləsin belə halları. Hər halda biz düz tərəfindən danışırıq ki, məsələn, düz sözü, yaxşı sözü, məsələn, insan var ki, qəbul eləmirsən ondan. Amma adam da var ki, qəbul eləyirsən.